Yasamal rayonunda Lider Televiziya kanalının yaxınlığında dövlət ipotekasında olan 3 otaqlı, ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılır. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şəfaət Mehdiyev küçəsində 9 mərtəbəli eksperimental layihəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir. Qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi Elmlər metro stansiyasına, Lider Televiziya kanalına, Yasamal parkına və bununla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əvvəldə də bildirdiyim kimi mənzil hal-hazırda dövlət ipotekasındadır. Videomuzu sonadək izləyin ki, qalıq borcu, aylıq borcu haqqında ətraflı olaraq məlumat ala biləsiniz. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz ya çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Şəfaət Mehdiyev küçəsində, Lider Televiziya kanalının yaxınlığında 9 mərtəbəli eksperimental layihəli binanın 3-cü mərtəbəsində. Ümumi sahəsi 90 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli bir mənzildir ki, bu mənzilin də qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi Lider Televiziyasına, Elmlər metrosuna, Yasamal parkına və bununla bərabər bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə və həmçinin bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin nəqd qiyməti 250 min manatdır. Yox, əgər ipotekanı öz adınıza rəsmiləşdirmək istəyirsinizsə, onda 180 min ev sahibinə verilməklə bu günə olan borcu 70 min manatdır. Aylıq ödənişi 540 manatdır, 24 il ödənişi qalıbdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.